Aktual gündəm efirdədir, xoş gördük. Dünən Macarıstanın paytaxtında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsi oldu və rəhbərlərin görüşündə çox ciddi sənədlər qəbul olundu, çox ciddi bəyanatlar verildi. Əlbəttə ki, Azərbaycan ənənəvi olaraq öz prinsiplərinə sadiq olmaqla bərabər yeni bir platformalarda orada səsləndirdi. Daha çox iqtisadi mövzularda və düşünürəm ki, bu iqtisadi mövzular Türk Dövlətləri Təşkilatının həm gələcək perspektivlərini cızdı. Eyni zamanda mən anladığım bir mühüm məsələ səsləndi orada ki, tarixən Türk dövlətləri İpək yollarının bir müdafiəçisi, qoruyucusu olublar. Və bu tarixi bir missiya olub onların üzərində. Çox qəribə bir talidir. Əslində, yaxşı da bir talidir və bugün də Türk dövlətlərinin üzərinə bu missiya düşür. Böyük yolların kəsişdiyi ərazidə yerləşdikləri üçün həm də o yolların qarantına çevirirlər. Özdə Avropanın da, dünyanın da marağında olan yolların qarantına çevirmək artıq müstəqil Türk dövlətləri üçün həm də bir vəzifəyə çevrilir. Əlbəttə ki, onların özünün də iqtisadi faydaları var və bu daha çox həm Azərbaycan prezidentinin çıxışında, həm Qazaxıstan prezidentinin çıxışında bu mesajlar verildi. Hesab edirəm ki, Kiprlə bağlı, Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə bağlı da məsələnin salınması və onunla bağlı mövqeyin səslənməsi hər kəsin gözlədiyi bir xəbər idi. Eyni zamanda Türk Dövlətləri Təşkilatı təkcə Türk dövlətlərinin öz problemləri ilə deyil, eyni zamanda regional məsələlərə də fikir bildirib. Ən çox da Suriya, Qəzza və Əfqanistanla bağlı müəyyən hərəkətlərin olunması ilə bağlı təkliflər səslənib və onlar da yekun sənəddə öz həllini tapıb və yaxud da təklif kimi səsləndirilibdir. Eyni zamanda burada Türk İnvestisiya Fondunun bu il işə düşməsi, Türk kimliyi layihəsinin həyata keçirilməsi, əlbəttə ki, bir mühüm xəbər də ard-arda Türk Dövlətləri Təşkilatları müxtəlif illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük məsələsində bir-birini dəstəkləmək və təkcə orada yox, digər beynəlxalq təşkilatlarda bu böyük bir addım idi. Ən əsası odur ki, Avropanın mərkəzində səslənən bir türk səsi idi. Eyni zamanda orada çox ciddi bir mesaj da vardı ki, Türk birliyini pozmaq istəyənlərə sərt cavab verildi və həm hərəkətlə, həm bəyanatla bütün bunların bir müzakirəsini eləyək. Elman Nəsirov, Milli Məclisin deputatı, Azay Quliyev, Milli Məclisin deputatı, Tural Gəncəliyev, Milli Məclisin deputatı və Mehmet Bozquş, siyasi analitik. Xoş gördük hamınızı. Xoş gördük. İcazə verirsə Azay müəllimdən başlayaq. Azay müəllim Macarıstandan biraz o yandan gəlir, Avropa havası ilə gəlir. Avropada İslamofobiyanın və eləcə də türklərə qarşı olan münasibətin nə olduğunu, elə bu günlərdə də Böyük Britaniyada biz gördük o bərbər məsələsi, türk bərbəri filan məsələsini, yəni hətta detala qədər gedəcək qədər. Bu son bir, bəlkə də qaynama nöqtəsindədir, illatda ki, sağçıların gücləndiyi bir dövrdə. Amma Macarıstanda Türk Dövlətləri Təşkilatı bu Avropaya meydan oxuyur, amma artıq siyasi yox, çox belə mədəni formada, mədəni mesajları ilə, amma eyni zamanda da Avropa İttifaqına bir ümidsizlik var idi. Bunu bir gün, bu tədbirdən bir gün öncə cənab Orbanın Azərbaycan prezidentinin görüşündə dediyi o söz ki var idi, Avropa İttifaqı xüsusən də sanksiyalardan sonra xeyli sarsılıbdır. Ola bilərmi, həm də bir ümid axtarışı var Türk Dövlətləri Təşkilatı Birliyində, həm yenilənmə formatı var. Əlbəttə, burada iqtisadi maraqlar öndədir, amma təkcə iqtisadi deyil. Burada mənəvi bağlar var. Mənə gəlir, Macarlar da özlərini heç də yaxşı hiss eləmirlər Avropada. Hər halda bu təkcə Orbana qarşı münasibət deyil. Mənə gəlir ki, elə Macarlara da, elə həmən Rumunlara da ki, hardan ki, siz gəlirsiniz, Avropada ikinci sort kimi baxma, yəni ikinci növ kimi baxmaları yeni bir şey deyil. Nə idi bu Azay müəllim? Buyurun. Çox sağ olun, Elçin müəllim. Əvvəl onu deyim ki, həqiqətən də ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatlarının qeyri-rəsmi olsa da sizin dediyiniz kimi zirvə toplantısının Macaristanda, Avropanın mərkəzində, Avropa İttifaqının üzvü olan bir ölkədə keçirilməsi öz-özünə çox böyük bir siyasi hadisədir. Bu bir daha göstərir ki, Türk dünyasının coğrafi arealı təkcə bizim sırf fiziki coğrafiyamızdan məhdudlaşmır. Eyni zamanda bizim o qohumluq əlaqələrimiz olan ölkələrlə və toplumlarla da geniş şəkildə bağlıdır və Macaristan bunun çox gözəl bir nümunəsidir. İkinci bir tərəfdə bu onu göstərdi ki, çox ciddi şəkildə özünün daxili qaydalarının olmasından baxmayaraq, Macaristan, yəni Avropa İttifaqı üzvü kimi mən nəzərdə tuturam, Macaristan öz siyasətində sərbəstdir, müstəqildir və doğrudan da Macar xalqının maraqlarını qorumaq məqsədi ilə hazırda hakimiyyətdə olan Orban
hökuməti çox işlər görür və zaten cənab prezident də biz bunun çıxışında da xüsusilə vurğuladı ki, Avropa İttifaqının üzv ölkəsi xarici siyasətini əlaqələndirməlidir, razılaşdırmalıdır bir çox daxili qaydalar və buna baxmayaraq Macarıstan doğrudan da öz maraqlarını qorumaq üçün, xüsusilə vurğuladı ki, cənab prezident öz maraqlarını qorumaq üçün bu istiqamətdə çoxlu işlər görür. Üçüncü bir istiqamət... Həm də digər Avropa liderlərini də cəsarətləndirdi. Bəli, tamam. Orbanın bax bu illər ərzində mübarizəsi, biz gördük də parlamentdə nə baş verdi, Avropa parlamenti. Az qaldı onu danlamaq üçün kampaniya elədilər, nələr elədilər. Bütün onlara müqavimət göstərməklə digər liderlərə də bir nümunə oldu ki, yəni ölkənin də marağı var da. Bəli, tamamilə doğrudur. Bu həm də bilirsiniz, dolayısıyla Macaristanın bəzi mərkəzlərin, xüsusilə Brüsselin bir neçə ölkənin əlində alət olaraq digər ölkələrin haqlarının pozulmasına olan bir etirazıdır. Yəni bilirsiniz, Macarlar, indi Slovaklar, indi bəxsi Rumunlar dediniz, Rumuniyada seçkidə doğrudan da çox maraqlı seçkilərdir. Məsələn, ikinci turda o belə də sağçı nümayəndənin 45%, 46% səs toplanması bu bir daha onu göstərir ki, artıq Rumun xalqında, yəni düzdür, orada müəyyən fikirlər var ki, onlara razılaşmaq olar, bəzilərinə razılaşmaq olmaz. Amma bütövlükdə bir tendensiya, trend ondan ibarətdir ki, artıq o direktivlərin birbaşa alındığı və birbaşa xalqların özünü narahat edən o bütövlükdə siyasi mühitdə insanlar yavaş-yavaş qurtulmaq istəyir, özlərinin suverenliyini də özlərinə qaytarmaq istəyir. Və bu baxımdan da bugün Macaristanın məhz belə bir böyük bir toplantı ev sahibliyi etməsi həm də o deməkdir ki, bizim kökümüz, bizim tariximiz var, biz kökümüzə, tariximizə Türk ailəsinə bağlıyıq. O böyük bir Hun xalqının, Hun imperiyasının, Hunların bugün necə deyərlər, davamçıları olaraq özlərini onlar məhz həm də mənəvi baxımdan Türk dünyasına hiss edirlər və üçüncü isə bunu Orban açıq şəkildə qeyd etdi ki, bugün bizim bilim maraqlarımız onu diktə edir ki, biz bugün çox şaxəli siyasət yürüdük və konkret olaraq Türk dövlətlərinə təşəkkür etdi və xüsusilə cənab prezidenti Azərbaycana təşəkkür etdi ki, bizim ən çətin vaxtımızda, xüsusilə 7 il müddətində qeyd etdi ki, bizim bu çətin vaxtlarımızda bizə məsələn Azərbaycan dəstək verdi, Türk dünyası dəstək verdi. Və mən sizə deyim ki, o Macarıstan hökuməti çox praqmatik siyasət həyata keçirdi, çox soyuqqanlı siyasət həyata keçirdi. Məsələn, bu cür dövlətlərin siyasətinin ana xəttində nə dayanır? Dövlətin həm suverenliyini, həm müstəqilliyini qorumaq, həm də ölkəsinin milli maraqlarını bütün vasitələrdən istifadə edərək müdafiə etmək. Ona görə də belə bir toplantının, zirvə toplantısının Macaristanda keçirilməsi və bundan da əvvəl Azərbaycan prezidentinin Macaristana səfəri, iki tərəfli aparılan müzakirələrə bağlanan, imzalanan sənədlər bir də onu göstərir ki, artıq Azərbaycan və Türk dünyası təbii ki, Macaristandan, o cümlədə Avropaya, xüsusilə bizim üçün yaxın ölkələrə çox ciddi şəkildə inteqrasiya olunmaqdadır və bizim bu bağlarımız, indi bir vaxtımız olsa o haqda danışaq, mən çox istəmirəm vaxtı bu mövzuya həsədə. Aydındır. Çox böyük bir elçiməm, çox böyük bir hələ perspektivlər yaradır. Bəli, elə bax onu mən demək istəyirəm. Çünki bütün hallarda Avropa ölkəsidir. Yəni, heç kimin heç nə deyə bilməyəcəyi Avropa ölkəsidir və Avropa İttifaqında var. Macaristanın ümumiyyətlə, indi doğrudur, hələ müşahidəçi qismindədir, amma tam bərabər hüquqlu üzv olandan sonra ümumiyyətlə Türk Dövlətləri Təşkilatının nüfuzuna da çox böyük təsir eləyəcək və elə belə dövlət də deyil. Amma siz bayaq çox maraqlı bir məsələyə toxundunuz. Mən elə istəyirəm Elman müəllim onu o istiqamətdə Elman müəllimə sual verir. Əslində Macarlar heç də Avropada tam özünü xoşbəxt hiss edə bilməyiblər bütün bu tarix boyunca biz baxanda. Hətta Avstriya-Macaristan imperiyası dövründə belə Macarlara ikinci dərəcəli baxıblar. Və Macarlar doğrudan da Avropada özlərinə qohum tapa bilmirdilər. Hər kəsin bir qohum xalqı var da. Məsəl üçün, indi orada böyük milli qruplar var ki, aydındır ki, öz aralarında nə qədər də nifaq olsa, amma Slavyanların və yaxud da German dillərin və s. müəyyən bir yaxınlığı var. Amma Macarlar hər zaman özlərini bu mənada tək hiss eləmişdilər. Sözsüz ki, Osmanlı dönəmində bu belə deyildi, amma söhbət məhz Osmanlı dağılandan sonra yaranan problemləri də biz bilirik və bu, yəni təkcə Orbanın istəyi deyil. Mən onu fikrimi ona çatdırmaq istəyirəm. Mənə gəlir ki, həm də Macar xalqının keçdiyi əzablı yol ki var, xüsusən də Varşava müqaviləsi, ondan sonraki çətin iqtisadi dövr və gəldilər birdən-bir Avropa İttifaqında ideoloji baskı, siyasi baskı, yeni Avropa dəyərləri, Macarların da bir fərqli dəyərlər sistemi var. Və bütün bunlarda sanki həm də bir təkcə iqtisadi yox, eyni zamanda mədəni bir rahatlıq tapdılar Türk ailəsində və yaxud da axtarırlar. Tapdılar demək biraz tezdir, axtarırlar. Necə düşünürsünüz? Heç mən haqlısınız. Bax, elə sizin dediyiniz fikirlər də əslində real həqiqəti əks etdirir. Bu baxımdan mövqeyinizdə tam şərikəm.
Əvvəla konkret sualınıza keçməmişdən qabaq bir vacib məqama Buyurun, diqqəti cəlb etmək istəyirəm. Keçən illəri 2024-cü ilin yayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlətlərinin qeyri-formal sammiti keçirildi. Düzdür? Bu sammitin keçirilməsinin təşəbbüskarı Azərbaycan Prezidenti Cənab İlham Əliyev idi. O zaman ağlımıza bu gəlmirdi. Amma Cənab Prezident görün nə qədər uzaq görən siyasətçidir ki, əslində Şuşada qeyri-formal sammit keçirməklə Avropanın mərkəzində olan Macaristanda sammit keçirilməsinin ənənəsini qoydu. Buna hüquqi baxımdan şərait yaratdı. Çünki sammitlər keçirir Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlər. Macaristan üzv deyil, o müşahidəçi statusunu deməli, Cənab Prezident qeyri-formal sammiti keçirmənin şərait yaratdı ki, Macaristan, Avropanın mərkəzində səndə bu tədbir keçirilən bütün Avropanın diqqəti ora cəmlənəcək şərait yaradıram ki, növbətini sən keçir. Çünki mən bunu Şuşada keçirməsəm, sən müşahidəçi statusundasan, sən sammit keçirə bilməyəcəksən. Fikir verirsiniz, necə strateji yanaşma, necə Ümumiyyətlə, strateji... Şuşada baş verən o tədbir, o Borelin səyahətinə ciddi təsir göstərdi. O vaxtdan özünə gələ bilmədi. İndi istifaya çox nə qədər müalicəyə xərci çıxır, o vaxtdan isterikaya düşmüşdü. Bu, Avropanın, yəni iki məsələ var idi. Həm Şuşada keçirilməsi, siz demişkən, həm də Şimali Kiprın ora dəvət olunması ümumiyyətlə onları narahat elədi. Əlbəttə, indi Macaristanda biz istəyərdik Şimali Kiprdə iştirak eləsin, amma hələ ki o real deyil. Amma ən azı sənəddə Macaristanda bu salındı. Amma bir prezident yarandı. Bəli. Qeyri-formal sammit keçirmək prezidenti. Üzv olmayan dövlətlərlə sammit keçirmək hüququ artıq təsdiqləndi. Deməli, Cənab Prezidentin bu addımının növbəti biz təzahürünü onda görə biləcəyik ki, bu perspektivdə Şimali Kipr Türk Cümhuriyyəti də analoji ev sahibliğini etsin. Və bu hüquq baxımından eynidirlər. Macaristan nə qədər bu Türk Dövlətləri Təşkilatına yaxındırsa, hüquq baxımından o qədər də Türk Cümhuriyyəti. Artıq onun izi qoyuldu. Ağsaqqallar Şurasının, üzr istəyirəm, Ağsaqqallar Məclisinin deyəsən, orada keçirilməsi. Və eyni zamanda parlamentdə bir dostluq qrupu var da, o fəaliyyət göstərir. Yəni fikir verirsiniz, necə strateji düşüncə, strateji yanaşma, qlobal yanaşma, biz onun nəticələrini görürük. Nəticəni görəndə o deyib barmağını dişləyirsən ki, aha, bu yayda keçən yayda bunun artıq əsası qoyulmuş. Və Cənab Prezidentin bu səfəri çərçivəsində bilirsiniz ki, həm də onları söylədik ki, biz elə bir-birimizə yaman bənzəyirik. Elə ərazimiz də oxşar, əhalimizin sayı da elə oxşar, dənizlərə, açıq dənizlərə çıxmama baxımından da oxşar, həm də faciələrimiz baxımından da oxşarıq, qonşular baxımından yarımamışıq. Müharibə vəziyyətində olmaq baxımından biz Rusiya ilə müharibənin bir tərəfindən qonşuyuq, siz Ukrayna ilə qonşusunuz. Yəni bu qədər oxşarlıqlar var. Ən başlıcası isə bizi ortaq kök, ortaq mədəniyyət birləşdirir və bizim deməli praqmatik siyasətimiz bizi birləşdirir və ən unikalı odur ki, bu günləri BMT Baş Məclisində 193 dövlət təmsil olunur. Onların içərisində müstəqil siyasət yeritməyə bacaran dövlətlərin sayı barmaq sayıdır. Onlardan biri də məhz Macaristan dövlətidir. Macaristan siyasi liderinin Avropa Parlamentinin, Avropa İttifaqının nə qədər təzyiqlərin olduğunu biz gözəl bilirik. Təxminən neçə ölkə müstəqil siyasət yürüdə bilir? Təxminən. Mən elə gəlir ki, əlin 10 barmağı var və elə o qədər. Üçü də onun Türk dövlətidir. Bu yaxşıdır. Yəni Türkiyə, Azərbaycan və Macaristan. Azərbaycan, yeri gəlmişkən mən Macaristanla da parlament dostluq qrupunun üzvü olduğundan orada hörmətli bizim Spikerin sahibi xanımla da biz orada səfərdə olmuşuq və biz o canlı təmas və ünsiyyət fonunda görmüşük ki, bizə münasibət necə yüksək səviyyədədir. Biləndə Azərbaycandan gəlmirsən, necə hörmətlə, diqqətlə yanaşırlar və sanki bir soydaşlarını görürlər kimi bir vəziyyət formalaşır. Rumıniyadan fərqli olaraq. Və bu da təsadüfi deyil də, təsadüfi bu birincisi dövlət siyasətidir. Dostluq, amma belə də, yəni bizi elə də çox istəmirlər Macarlar kimi. Bir də bilirsiniz, Elçin, bu beynəlxalq siyasətdə bir şey var, liderlər də bir-birini o halda bəyənirlər ki, bir lider xarizmalıdır, müstəqil siyasi yerinə yetirir, təzyiqlərə cavab vermə potensialına malikdir və sınmır, ona təzyiq edirlər və əks təsirin üzrə qalır. Razıyam. Macaristanın rəhbəri, bax belə, Viktor Orban belə rəhbərdir. Azərbaycan prezidenti. Yəni, Vatikanda, misal üçün, Trumpın Makronu o cür nümayəşkərana şəkildə qovulmasına, o səhnəni heç vaxt onu nə Orban eləməz, nə Erdoğan eləməz. Yəni, doğrudurmu? Çünki Makron onun layiq idi o qovulmağa. Yəni, Orbanın bax bu müstəqil siyasətini, necə bu təzyiqlərə davam gətirməsini Cənab Prezident vurğuladı. Müstəqil siyasi yerinə yetirmək çox çətin məsələdir, çox çətin.
Və bu eyni təzyiqlə Azərbaycan üz-üzə qalıb. Eyni təzyiq Avropadan bizə gəlir. Eyni təzyiqlə biz də üz-üzə qalmış. Həm də biz düzdür, indi ərazi və əhalimiz sayı baxımına uyğun olsun, amma bu NATO ölkəsidir Macarıstan. Əlbəttə. Avropa İttifaqı ölkəsidir. Müqayisə oluna bilməz bu Ortasında baxımdan. Avropanın mərkəzi Avropa ölkəsidir. Və bu baxımdan liderlər bir-birinə bənzəyir, xarizması, müstəqil siyasəti, təzyiqlərə davam gətirmək və öz milli maraqlarını müdafiə etmək potensialını reallaşdırma mexanizmləri baxımından. Bu çox önəmli bir məsələdir. Və hesab edirəm ki, bax bu görüş, bu sammit və sammitin nəticəsi olaraq qəbul edilmiş 71 bənddən ibarət olan bu Budapeşt bəyannaməsi əslində Elçin çox önəmli, çox cavabı tələb edilən sualların cavabını verdi. Biz hamımız nigaran idik ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələrinin sammit keçirilmişdi. Onun nəticələri bizi xeyli üzmüşdü. Amma bu yekun sənəddə biz nəyə şahid olduq? Şimali Kipr Türk Cümhuriyyətinin adı çəkilir. Onun Türkçə bu birliyə verdiyi töhfə vurğulanır. Bunlar hamısı birisi sabah baş verə biləcək addımlar üçün işarələrdir. Həm də Elmə mən bir şey də deyim. Baxın, vaxtilə indinin özündə də Qazaxıstan da, Qırğızistan da kollektiv təhlükəsizlik müqaviləsinin üzvü idilər. Bizi bu çox sarsıdırdı o mənada ki, biz Ermənistanla müharibədə olduğumuz dövrdə onlar bir üzv olmuşduq. Hərbi blokdadılar. Amma gördünüz ki, yəni mənə elə gəlir ki, bir çox məqamlarda Asiya dövlətlərini də mən anlayıram, Mərkəzi Asiya dövlətlərini. Və əgər oradan onlara fayda gələcəksə, qoy eləsinlər. Əsas odur ki, daxilən belə olmasın. Yekun bir cümləmi də deyirəm, bizim hörmətli kolleqalarımız danışacaq. Yekun cümləni də söyləyim ki, bəlkəm də bu Mərkəzi Asiya ölkələri, onların liderləri Kipr Respublikasına bağlı məlum qərarı qəbul edərkən bir president yaratmaq istəyiblər. Mən bu son bəyannamənin mətninə fikir verdikdən sonra bu qənaətə gəlirəm. Yəni, Kuzey Qıbrıs Türk Cümhuriyyətini tanımaq çox çətindir, təzyiqlər başlayacaq. Amma Kipri də tanımızdıq, Kipr Respublikasını. Bu birisini də tanımızdıq. İndi Kipri tanıdıqsa bir president yaradırıq ki, biz eyni gözlə var. Sizi tanımışıqsa, niyə o birisini tanımayaq? Bəlkə belə bir perspektivlər var. Biraz nikbin olmaq istəyirəm bu baxımdan. Onun biraz amma nəsə real görünmür. Düz gəlmədi. Sadəcə nikbin olmaq istədim ki, son bəyannamənin o mətnindən çıxış edəyək. Nəsə demək istəyirdiniz? Bu iki qısa bir remark deyək. Buyurun. Birinci, bu Kiprlə bağlı tanınma məsələsini burada bir çox müzakirə edirik, ümumiyyətlə cəmiyyətlərlə müzakirə. Əvvəl onu deyim ki, bu hadisə baş verəndə Orta Asiya ilə Avropa Birliyi ilə arasında o müqavilə ki, imzalandı burada Kiprlə bağlı məsələ. Yəni belə deyək də Türkiyənin təbliğinə desək, Kuzey Cənubi Kipr Rum yönətimi deyək. Onunla bağlı məsələlərin orada əks olunması müəyyən böyük bir belə deyək olmasa da, amma Türkiyənin daxilində də müəyyən narazılıq səbəb oldu. Amma orada siz xatırlayırsınızsa, Hakan Fidanın Türkiyə Xarici İşlər Nazirinin bir məsələsi oldu ki, bu bizim Türk dünyasının daxili məsələsidir, ailə məsələsidir. Biz bunu özümüz ailə daxilində çözəcəyik. Bu bir. İkinci, bu bəyannamədə bu çözüldüyünü biz gördük hansısa formada. Üçüncü bir tərəfdən bu ölkələr Türk deməli Kiprı, yəni Yunan yönətimi 92-93-cü illərdə tanımışdılar. Əlbəttə, yeni bir şey deyil. Bəli, bəziləri səfirliyi açır, bəziləri digər məsələ var. Ona görə də bunun məhz bəyannamədə bu formada öz əksini tapması və orada da bir müddəa var ki, deyir ki, biz Kipr probleminin danışıqlar yolu ilə, ədalətli həllinə çalışacağıq. Bu isə artıq o deməkdir ki, Kipr məsələsi həll olunmayıbdır. Yəni, sən Yunan tərəfini bir tərəfi şəkildə Avropa İttifaqına üzv eləmək də məsələni həll etməmiş olursan. İkinci, demək istədiyim Rumıniya ilə bağlı, bu deməkdir, çünki Rumıniya, Azərbaycan-Rumıniya dostluq qrupunun rəhbəriyəm, həm də bugün Azərbaycanla Rumıniya arasında çox gözəl münasibətlər var. Mən də tamaşaçılarımızda... Amma Macarıstanla yoxdur. Rumıniya ilə Macarıstan. Macarıstan da bizim aramızda olan, əlbəttə o səviyyədə deyil. Çünki Macarıstanla Azərbaycan münasibətləri daha dost, daha yaxın və daha... Rumıniya ilə Macarıstan arasında yaxşı deyil münasibətlər. Yox, niyə yaxşı deyil? Niyə yaxşı? Ona görə Rumundan... Hindistan-Pakistan məsələsinə yaxın bir məsələdir. Həmişə onların arasında Macar azlıqlarının Rumuniyada haqlarının pozulması. Ona görə də o məsələlərdə biraz dostu, düşmənimin Amma mən başa deyim ki, 2009-cu ildə Azərbaycan ilk Avropa İttifaqının üzvü
ölkəsi olaraq Rumıniyanın strateji tərəfdaşlığı haqqında Həm də bəyannamə qəbul etdi. 91-ci ildə Azərbaycanın müstəqilliyi dördüncü tanıyan, ikinci Türkiyədən sonra ikinci tanıyan Rumıniya oldu. Ona görə Rumıniyanın haqqını burada vermək lazım. Amma təbii ki, Rumun-Macar münasibətlərində nəzərə alsaq ki, oradan gəlirsiniz və bu haqqı verir. Tural müəllim, siz də Avropadan gəlirsiniz və çox mühüm bir tədbirdən Bakı Təşəbbüs Qrupu artıq nəinki sərhədlərini aşır, ümumiyyətlə, yəni yaxşı mənada mən dedim bu sözü sərhədləri aşır. Çünki indiyənə qədər keçirilən tədbirlər Avropanın mərkəzində çox az olmuşdu, amma indi düz mərkəzində Romada keçirildi və siz demişkən Korsikaya biraz da yaxın. Və oradan da Azərbaycanın ümumiyyətlə bu məsələlərdə artıq beynəlxalq siyasətdə, eyni zamanda bax bu dünənki sənəddə Suriya, aydındır ki, Azərbaycan bununla bağlı mövqeyi var, Qəzza ilə bağlı mövqeyi var, Şimali Kiprlə bağlı mövqeyimiz netdir və Əfqanistanla da bağlı. Artıq bir regional yeni bir Türk Dövlətləri Təşkilatı bütöv bir oyunçuya çevrilir. Yəni adi bir görüş deyil, zirvələrin görüşü deyil, oturub çay içmək yeri deyil, artıq konkret məsələlərin həll olduğu meydandır. Nələri gözləyək? Təbii ki, Türk Dövlətləri Təşkilatının güclənməsi və ən önəmlisi institusionallaşması yeni bir güc mərkəzi kimi rıçaqlarını gücləndirəcək və bax, siz qeyd elədiniz, Bakı Təşəbbüs Qrupunun sonuncu tədbiri Korsika xalqına azadlıq, onun hüquqlarının təmin edilməsində Azərbaycanın, yəni Bakı Təşəbbüs Qrupunun iştirakı və xüsusilə də Romada, Korsikaya çox yaxın ərazidə və nəzərə alsaq ki, Korsikada Fransanın metropoliten Frans və yaxud da ki, kontinental Fransa dediyimiz ərazinin tərkib hissəsidir, dəniz aşırı departamenti deyildir. Bu bizim potensialımızı göstərir ki, əgər Fransa tərəfindən, Avropa dairələri tərəfindən bizə təzyiq olarsa, biz qarşılığını verəcəyik. Ona görə də bax, bu çox önəmlidir. Türk Dövlətləri Təşkilatının biraz indi çatışmayan cəhətlərində demək lazımdır. İnstitusionallaşması lazımdır. Siz verilişin əvvəlində vurguladınız, Türk İnvestisiya Fondu yaradılır, gözəl. Amma 2009-cu il Naxçıvan bəyanına deklarasiyası, ondan sonra 2021-ci il İstanbul deklarasiyası, oradan Şuşa deklarasiyası, oradan sonuncu Budapeşt deklarasiyası vaxt gedir institusionallaşmağı tələsdirmək lazımdır. Çünki qeyd olundu burada, Macarıstan özü Avropa İttifaqının, NATO'nun üzvü olmasına baxmayaraq, özünü Avro-Atlantik makanında hələ də tapa bilməyib. Özünü daha çox bəlkə də elə Türk dünyası ilə assosiasiya eləyir. Fin-Uqor dillər qrupuna daxil olan və daha çox özünün mədəni, tarixi əlaqələrini Estoniya və Finlandiya ilə əlaqəli olsa da, orada da bir periferik ölkələr də onların heç bir... Yox, əslində o Fin-Uqor məsələsi də biraz Sovet dövrü uydurulmuş tarixçilərin Macar xalqına yer etdikləridir. Elə onlarda heç Fin-Uqor əlaməti də yoxdur. Ural ola bilər, amma Türk. Türk deyil, Fin-Uqor deyil. Yəni bu kimliyini də... Fin-Uqoru gəlin buraxaq Finlandiyanın, Estoniyana, qoy getsinlər orada, nə istəyirlər eləsinlər. Macarlar onlar deyil, birbaşa elə, yəni Attilanın ən azı gedib saldığı bir yerdir də. Yəni hal-hazırda mən onu demək istəyirəm ki, o kimlik axtarışında institusionallaşmanın çox önəmi olacaq ki, Türk Dövlətləri Təşkilatı gücləndikcə və sirkələndikcə, toparlandıqca bu daha böyük bir gücə çevriləcək. Məsəl üçün, Avropa İttifaqında biz nəyin şahidi oluruq? 1951-ci il Maastricht müqaviləsində daş, kömür və filizi ətrafında bağlanan bir müqavilə ilə böyük və vahid bir Avropa İttifaqı yaratmaq cəhdləri hal-hazırda görür ki, Beniliksdən başladı da, birinci o üç ölkə buna başladı. Fiyasko nəyə görə? Çünki müxtəlif kimliklər, müxtəlif etnik background, kontekstləri bir yerə yığıb siz məcburi şəkildə uzun müddətə saxlaya bilmirsiniz. Mən özüm Azərbaycan Çexiyada səfirliyində işləmişəm 4 il ərzində. 2014-2018-ci illərdə. Orada məni diqqətimi çəkən məqam nə idi? Polşa, Macarıstan, Çexiya və Slovakiya, Vuşeqrad dörtlüyü dediyimiz qrup Avropa İttifaqı daxilində həmişə özünün ayrıca bir agendasını formalaşdırırdı, öz gündəliyi ilə çıxış edirdi. Çünki daha çox bu Qərbi Avropada hegemon olmağa çalışan Fransa, Almaniya və Benilux ölkələrinin hegemonluğu altında yaşamaq istəmədiklərini və onların da səsinin, mövqeyinin nəzərə alınmasını istəyirlər. Ona görə biz bu institusionallaşmanı tezləşdirməliyik. Mən razıyam. Bundan əslində ümumiyyətlə siz demişkən Çexiya ilə Polşanın heç vaxt bəxti gətirməyib. Bir tərəfdən Rusiya, həm də onların dini mənsubiyyəti katolik olduğu üçün ümumiyyətlə Rusiya üçün yad idi. Buradan da Avropa heç onları heç vaxt sevməyibdi. Elə fürsət olan kimi birinci Polşaya hücum olundu və yaxud da 39-cu ildə hələ ona qədər elə Çexiyanın başında çatladı. Yəni Almaniyanın imperialist. Bəli. Yəni o mənada onların da bəxti gətirmiyor. Amma bax bu kim mane olur o institutlaşmasına, bax bu qurumun? Mən dünən də bu məsələni, bu sualı verdim. Mənə dedilər tezdir hələ bu barədə danışmaq.
Kim mane olur? Yəni, təbii ki, böyük Avropa İttifaqı daxilində qüvvələr var. Elə Fransa və onun ətrafındakı qüvvələr mane olur. Ancaq biz özümüz də sirkələnməli, torpaqlamalıyıq. Yəni, Türk bax, bu dövlətləri, məsələ mən nə var. demək istəyirəm? Bu Dədə Qorqud dastanı, Manas eposu ab-havasından, atmosferindən çıxıb daha pragmatik, daha güc mərkəzinə çevrilən bir məsəl üçün. Bax, nədən bizim Avropa İttifaqı, bilirsiniz, bir neçə il bundan qabaq Avropa ordusu deyilən bir təşəbbüslə irəli gəldilər, alınmadı. Alınmayacaqdı. Amma Avropa İttifaqı sülh missiyası keçirir Afrikada, Yaxın Şərqdə, düzdür, fiyaskoya uğrayır, olur. Və yaxud da ki, Avropa İttifaqı ümumi sərhəd təhlükəsizliyi, nə bilim, Aralıq dənizində, periferiya hissələrində təhlükəsizliyi ilə bağlı qüvvələri var, onu eləyir. Nədən bunu biz Türk Dövlətləri Təşkilatında artıq bu mərhələyə keçid eləməyək? Demirəm, Türk dövlətlərinin vahid ordusu haqqında hərbi blokunu bu dəqiqə müzakirə edək. Ancaq ən azından onun başlanması üçün, məsəl üçün təklif, gəlin birgə sülh missiyaları, Türk Dövlətləri missiyası, yaxın şərqdə olsun, nə bilim, Ukrayna-Rusiya münaqişəsində təklif kimi və yaxud da ki, birgə sərhədlərin qorunması ilə bağlı hansısa kiber təhlükəsizlik məsələsində vahid qrupların yaradılması və gələcəkdə bunun hard power dediyimiz o hərbi sərt bloka çevrilməsi istiqamətində artıq bir nüvəsi olsun ki, bunun üstündə biz qura bilək bu təfəkkürümüzü, bu fikrimizi. Mən də əslində bu cür düşünürəm. Dünən mənə buna görə irad bildirdilər elə bu verilişdə ki, mən çox tələsirəm bu məsələdə. Amma siz demişkən bir çox məqamlarda gecikirik və nəticədə hamımız ziyan çəkirik. Amma burada bir enerji layihəsi var. Söhbət həm təbii ehtiyatlardan gedir, həm yaşıl enerjidən gedir. Bu məsələ burada həm də birləşdirici rol oynaya bilər və hər şey buradan başlaya bilər. Elə bax, bu enerjinin, dəhlizlərin təhlükəsizlik məsələsində birgə çıxış eləməklə bəlkə də o hərbi müəyyən müşahidəçilik və s. əsasını qoymaq olar. Amma çox ehtiyatla. Çünki hər an biz o zərbəyə tuş gələ bilər. Əgər icazə verirsə, Mehmet bəyə bir sual verim, sonra İlman mənim. Mən sizdən soruşacağım. Mehmet bəy, Azərbaycanda bu sual çox səslənir ki, biz Türk Dövlətləri Təşkilatının daha önə getməsini, daha bir funksional olmasını, bir institut kimi formalaşmasını istəyirik. Ən çox da əlbəttə Avropa Birliyi modelində onda bir hökumətinin olmasını istəyirik, müəyyən bir məsələlərini istəyirik. Bu bizim istəklərimizdir. Amma indi təbii ki, bu il investisiya fondu məsələsi, milli kimlik məsələsinin layihə kimi səslənməsi, amma gecikirik. Bax, belə bir şey oldu. Tural müəllim deyir ki, gecikirik. Niyə gecikirik və gecikdirən kimlərdir? Tabii şimdi Doğu ve Batı'nın buluşması olarak gördüğümüz Macaristan, Budapeşte'deki Türk Devletler Teşkilatı, Avrupa kıtasında tarihsel süreçten baktığımız zaman Büyük Hun Devleti ve Avrupa Hun Devleti'nin ve Türklerin ayak seslerinin yeniden Doğu ve Batı noktasında buluştuğu önemli bir toplantı arifesinin sonrasındaki gelişmeleri konuşuyoruz. Tabii Türk Devletler Teşkilatı oluşum sürecine 90'lı yıllardan bugüne geldiğine baktığımızda araya hangi nifakların girdiğinin iyi analiz edilmesi gerekiyor. Ve bu nifakların Türk Devletler Teşkilatı'nın ve Türk devletlerinin bir arada olmasını engellemek maksadıyla hangi tohumları ektiğini de iyi bilmemiz lazım. Aha. Buna tüm terör örgütleri de dahil olmak üzere bölgedeki güç unsuru olarak hala gözü bu topraklarda olan ülkeleri de kastederek söylüyor. Dolayısıyla bakın, bugün bölge dünya yeniden şekillenirken ve şekillenme sürecinde Türkistan coğrafyasına hakim olanların dünyayı net bir şekilde yönetebileceği güç merkezi konumuna geleceği bir süreçle karşı karşıya. Neden? Çünkü yeni bir ticaret yolundan bahsediyoruz, Orta Koridor. Yine enerji yollarından bahsediyoruz. Hazar'ın zenginliklerinden bahsediyoruz. Kazakistan'ın zenginliklerinden bahsediyoruz. Türkmenistan'ın, Özbekistan'ın ve Azerbaycan'ın zenginliklerinin dünya pazarlarına ulaşma noktasındaki güç merkezi olan Türk Devletler Teşkilatı coğrafyasının sahip olduğu zenginliklerden bahsediyoruz. Ve bu zenginlikleri Türk Devletler Teşkilatı tabii önce devlet aklı ve Türk devlet aklının 5000 yıllık bir tarihi geçmişi olduğunu düşündüğümüzde aklın ve ilmin ve bilimin çerçevesinde yol alması gerektiği sonucu ortaya çıkıyor ki bu sürece baktığımız zaman işte bugün ki gelinen noktada Kuzey Kıbrıs Türk Cumhuriyeti de dahil olmak üzere ve uluslararası arenada Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Türk Devletler Teşkilatı, uluslararası bir kuruluş olan Türk Devletler Teşkilatı'nda gözlemci üye olarak kabul edilmesiyle ortaya çıkan yeni durumda kimlerin
bu dostluk ve kardeşliği sekteye uğratmak istediklerini biz net bir şekilde görüyoruz. Tabii Sayın Dışişleri Bakanımız Hakan Fidan'ın Türk dünyasının bir aile olduğunu ve tüm sorunlarını bu aile içinde çözme gücüne sahip olduğunu ifade etmesiyle ortaya çıkan bir durum var ki elini oluşturup da bekleyenlerin artık buradan bir şey umamayacaklarını net bir şekilde ifade edildiğini görüyoruz. Bakın bugün Rusya için Türk Devletler Teşkilatı ne ifade ediyor? Çin için ne ifade ediyor? Amerika Birleşik Devletleri için ne ifade ediyor? Ya da Türk devletleri için Türk Devletler Teşkilatı bir bütün olduğu zaman dünyaya ne ifade ediyor sorularının cevabını açıkladığımız zaman bu sonuç zaten otomatikman ortaya çıkacak. Rusya için Türk Devletler Teşkilatı'na baktığımız zaman Sovyet Sosyalist Cumhuriyetler Birliği'nin dağılmasından sonra elindeki büyük bir gücü kaybeden bir Rusya'yı görüyoruz. Zenginlikleri kaybeden bir Rusya'yı görüyoruz. Ve bölgedeki hakimiyetini kaybeden ve küresel güç olma noktasında dağıldıktan sonra Boris Yeltsin'de yaşadığı sıkıntıları hatırladığımızda aslına bakarsanız hala bu coğrafyadaki alternatif bir güce karşı olduğunu görüyoruz. Yani mani olan bunlardı. Rusya'da, Efendim? ABŞ-də, yani mani olanlar Rusya'da, ABŞ-də, hətta siyahını da uzatmaq olar. Evet. Yine Çin anlamında baktığımız zaman Çin için çok stratejik bir coğrafyadan bahsediyoruz. Ve bu stratejik coğrafya Çin'in dünya ticaretindeki ürettiklerini pazarlama ve ulaştırma noktasındaki önemiyle ortaya çıkıyor. Yine Çin'in ihtiyaç duyduğu enerjinin kaynak merkezi olarak karşısına çıkıyor. Ve Avrupa Birliği anlamında da baktığımız zaman bugün Amerika Birleşik Devletleri'nin yalnızlaştırma politikasıyla yeni bir strateji belirlediği Avrupa Birliği içinde yeni bir ittifak ve güç merkezi konumundaki bir Türkistan coğrafyasından bahsediyoruz. Dolayısıyla burada ortaya çıkan bir gerçek var ki Türk Devletler Teşkilatı'na ihtiyaç duyan tüm küresel güçlerin Türk Devletler Teşkilatsız bir hareket hamlesine de başarılı olamayacakları sonucunu ortaya çıkarttı. Ve bu süreç baktığımız zaman Sayın Tokayev'in açıklamalarına, bu Budapeşte Deklarasyonu'nda ekonomik alanda sanayi, lojistik, tarım ve dijitalleşme alanlarında dahil olmak üzere dünyanın her noktasındaki gelişmelerde birlikte olacak bir Türk dünyası yaratma noktasında açıklaması, Sayın Cumhurbaşkanımızın da bu birlik ve beraberlik çerçevesinde liderlik ve konsept birliği noktasındaki açıklamayla beraber aslına bakarsanız Türk Devletler Teşkilatı Budapeşte Deklarasyonu dünyaya çok önemli mesajlar verdiği ortaya çıkıyor. Küresel bir denge unsuru olarak Türk Devletler Teşkilatı'nın yerini alacağı ve almak için adımlar atacağı, çalışmalar yürüteceği bir deklarasyon olarak bunu görebiliriz. Yine bakıyoruz güçlü bir temsil makamı olarak dünyadaki gelişmelere karşı duyarsız kalmayan ve aynı zamanda diplomasi girişimiyle hareket etme yeteneğini kendi bünyesinde oluşturacak bir çalışmanın da ortaya çıkacağı bir yeni dönemin başladığını görüyoruz. Bu ki Türk dünyasının ve Türk Devletler Teşkilatı'nın güçlü konumuyla hem hinterland alanını genişletmesi hem de yaptırım gücüne fazlasıyla ulaşması noktasını ortaya çıkartır ki Büyük Anadolu coğrafyası dediğimiz bugün İngilizlerin Orta Doğu coğrafyası dediğimiz Mehmet noktada Bey, bir sual. Baxın, Türk İnvestisiya Fondu bu məsələdə bir çox suallara cavab verə biləcəkmi? Çünki bu il o işə düşür və sözün doğrusu mənim ona çox böyük ümidim var ki, bu daha da yaxınlaşdıracaq, bu dediyimiz maneələri də aradan qaldırmasına kömək eləyəcək. Və ya dəhlizlər məsələsi bu məsələnin həllinə kömək eləyəcək. Şimdi Türk Devletler Teşkilatı güçlü olursa çözemeyecekleri sorun yok. Birlik ve kardeşlik çerçevesinde hareket ederlerse çözemeyecekleri hiçbir sorun olmadığını biz Ermenistan'la verilen savaşta Türkiye-Azerbaycan kardeşliğinde net bir şekilde dünyadaki devletler de gördü, Türk Devletler Teşkilatı da gördü. Dolayısıyla bu birliklerin coğrafi yayılmasına baktığımız zaman Karadeniz'i komple içine alan, Avrupa'nın göbeğine kadar giden, Akdeniz'i tamamen kontrol altına alan bir güç merkezi konumuna gelmiş olan bir coğrafi devletler bütünlüğünden bahsediyoruz. Bu süreç eğer önemli bir nokta ve güç noktası konumuna gelmesinde başarı sağlarsa Türk Devletler Teşkilatı bugün bir küresel güç ve küresel bir birlik olarak da dünyada yerini almak noktasında önemli bir ivme yakalamış olacak. Ama bunun karşısında farklı alternatiflerle bu yapılanmayı bozmak isteyenlere olanak tanınırsa bu yapılanma tarihsel boyutuna baktığımız zaman çok çabuk da dağılabilir. Ancak şunu söyleyelim,
güçlü liderlerin, ülkelerin güçlü liderleriyle bu birlikteliğin sağlanabileceği önemli bir deklarasyon yayınlandı, Budapeşte Deklarasyonu. Bu Budapeşte Deklarasyonu'nun en önemli özelliklerinden birisi de Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin Türk dünyasının ayrılmaz bir parçası olarak dünyaya tekrardan deklar edilmesiydi ki bu konuda bütün baskılara dur diyen ve bu baskıların cevabının net bir şekilde verildiği bir süreç olarak karşısına çıktı. İşte bu noktadan sonraki Türkiye'nin ve Türk Devletler Teşkilatı'nın birlikte hareket etmesiyle beraber aslına bakarsanız sahip oldukları imkanları kullanabilme selahiyetine erişmesiyle alakalı bir durum var ki bu sahip oldukları imkanları kullandıkları andan itibaren de hem yaptırım gücüne erişecekler hem de yönetme gücüyle beraber dünyada var olacak bir güç merkezi konumuna gelecek. Sözsüz. Burada liderler meselesi çok önemlidir. Həqiqətən də Mərkəzi Asiyada dəyişən liderlərin axarında biz gördük ki, Türk Dövlətləri Təşkilatına münasibət də dəyişdi. Yəni təşkilatın formalaşmasında onların da böyük rolu oldu. Amma unutmayaq ki, böyük bir nəsil Rus imperiyasının tərkibində olubdu və hələ də o özünə qayıdış prosesi vaxt aparır. Bu bir günün də işi deyil. Burada mənəvi məsələlər var. Düzdür, mən də Tural, mən də fikirləşdik, biraz tez eləyək, tələsək, amma qorxuyacağımız şeylər çoxdur. Daxildə də hələ bu insanlar buna hazır olmalıdır. Mənə gəlir ki, Türk kimlik məsələsi, yəni bir pasportla sən bütün Türk dövlətlərinə gedirsənsə, pasport çox ciddi psixoloji bir məsələdir həm də. Hər bir vətəndaşın cibində olan dövlət sənədidir. Onun özünün gücünü gördükdə biraz fərqli yanaşılır. Elman, siz nəsə demək istəyirdiniz, mən sizdən... Elçin müəllim, bax sizin bu tələsməyinizin biz başa düşürük və hamımız tələsirik ki, sürətli geçsin proses. Amma bir təbii proseslər də var ki, onun qarşısı alınmaz. Məsələn, biz çox istəyərdik ki, günəşdən gələn o enerji, günəşin o işıq elə sürətlə yerə gəlib çıxsın. 8 dəqiqəyə aya gəlib çatır, 4 dəqiqə aydan yerə gəlib çatır. 12 dəqiqə təkcə buna vaxt gedir. Hələ bunu elm sübut edir. Və bu proses, əsas odur ki, bu proses getməkdədir və heç kimi qorxuzmasın, heç kimi bizim bu sürətimiz narahat etməsin. Çünki bu addımlar Türk Dövlətləri Təşkilatının birgə atdığı, Budapeştdə atılan addımlar və imzalanmış sənəd heç bir üçüncü tərəfi hədəfə almayıb. Bu günləri... Mən elədim ki, heç kim qorxmasın deyən Tural müəllimi deyirsiniz ki, gecikməyinə görə. Yox, dövlətlərdən danışdım. Məsələn, orada qeyd olunur ki, dünyada uzun müddətdir ki, terrorçuluq bir nömrədə təhdid sayılır. Düzdür, indi daha o sayılmır. Birinci yerə keçib iqlim təhlükəsizliyi. Deməli, orada iqlim təhlükəsizliyi ilə bağlı məsələlərə toxunulur. COP29-dan bağlı məsələlər müzakirə olunur və s. Deməli, biz birlikdə Türk dünyası iqlim təhlükəsizliyinin təminatına töhfə vermək istəyirik. Dünyanın bu günlər birinci, ikinci təhdidi nədir? Terrorçuluq məsələsi. Birgə gəlin bu bəla ilə mübarizə aparır. Eyni zamanda kiber cinayətkarlıq biz lokal və regional səviyyəyə aşırı qlobal sülhə və təhlükəsizliyə töhfə veririk. Separatizmə qarşı birgə mübarizə aparaq. Biz elçiliyə qarşı birgə mübarizə aparmaq qətiyyətini ortaya qoyuruq məlum sənəddə. Biz multikultural dəyərlərin ixracı ilə bağlı mövqeyimizi ortaya qoyuruq. Bunlar hamısı nəticə etibarilə sülhə, təhlükəsizliyə töhfə verən yanaşmadır və heç bir üçüncü tərəfi hədəf almayıb. Biz birgə amma üçüncü tərəfi narahat olması üçün nə demək əsaslar var da? O deyirlər, bir Yezidə ağlayanda, imam ağlayanda Yezidə də ağlayır. Bu üçüncü tərəf niyə narahat olur? Bunların bir dərdi olmalıdır. Rusiyanı bildik. Digərlərini niyə narahat edir? Bu sənəddə bir bənd var. Mən o sənədə 71 bənd hər birinə sizin kimi mən də baxmışam diqqətlə. Orada bir bənd var ki, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlər bugün 5 dövlət onun üzvüdür. Və 3 də müşahidə statusundadır. 8 dövlətdən söhbət gedir. Gəlin müdafiə sənayesi sahəsində əməkdaşlığımıza baxalım, onu inkişaf elə, onun əsasını qoyalım, inkişaf elətdirin, bu sahədə əməkdaşlıq eləyəyin. Görünür kimlərisə bu. Bax, onu deyirəm, yəni qorxmaq üçün də nəsə var. Bu hücum taktikasıdır, bu bizim özünü müdafiə ilə bağlı addımımızdır. Bizim kimisə hədəf almamışıq, niyyətimiz budur. Və mən ayın 14-dən may ayının deməli 14-dən 18-nə qədər oldum Şimali Kipr Türk Cümhuriyyətində səfərdə və həmin səfərdə keçirilən konferansda qarşı tərəfin səsləndirdiyi ideyalar var ki, onlardan biri o idi ki, Azərbaycana xüsusi münasibətləri var, xüsusilə bunu qeyd edirlər, amma çox istədilər ki, 2005-ci ildə bir dəfə bilirsiniz ki, açıldı birbaşa Bakı, deməli Lefkoşa reysi. Ki, bu reyslərin bərpası və birbaşa reyslərin açılması ilə bağlı ideyalar səsləndi.
Səsləndi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəliyi var. Ufuq Var. xanım rəhbərlik edir. Və çox da fəal xanımdır. Bəli, mən də görüşmüşəm ondan. Çox gözəl Bizim əlaqələr Baku TV-yə gəlmişdi, çox gözəl bir müsahibəsi getdi bizdə. Gəlmişkən elə mən orada da onların Xarici İşlər Naziri ilə görüşümdə də təriflədim. Dedim, doğrudan da sizin nümayəndəniz bizdə çox Amma gözəl orada da seçkilər gəlir və digər siyasi qüvvə hakimiyyətə gələrsə nə olar? Ki, burada nümayəndəliyin fəaliyyəti, imkan və potensialının genişləndirilməsi ilə bağlı müvafiq şəraitin təminatı. Mən dedim, mənə problem mi var? Dedi, yox, problem yoxdur, sadəcə statusun. Onların bizdə bu böyük elçilik deyil, təbii ki, bizim də böyük elçiliyimiz yoxdur. Amma bu nümayəndəlik ki var, o nümayəndəliyin statusunun bir qədər genişləndirilməsi ilə bağlı fikirlər səsləndirildi ki, çox istərdi ki, baş versin, çünki münasibətlərimiz bugün yüksək səviyyədədir. Və əslində kimlər ki, bizi qısqanmağa başlayırlar. Bircə dəqiqə o məqama qədər. Turan müəllim, siz nəsə demək istəyirdiniz? Çünki mənim Elman müəllimə Kiprlə bağlı bir sualım var. Tamam, mən demək istəyirəm, təbii tələsmək məsələsində biz tempi sadəcə olaraq doğru qoruyub saxlamalıyıq. Bilirsiniz, bu məsələdə güc Azərbaycan və Türkiyənin üzərinə düşməməlidir. Bilirsiniz, bax, Azərbaycan 20 milyard Türk dövlətlərinə investisiya yatırır. Qarşılıqlı olmalıdır, bir tərəfli olmamalıdır. Üstəgəl biz öz əlimizdən gələni hamımız görməliyik. Bilirsiniz, yəni bu dedim bayaqları bu daha çox epos, dastan havasından çıxıb konkret hərəkətə keçmək. Bu mənə bizi nəyi xatırlatdı? Bu 1815-ci il Napolyon Avropada məğlub olduqdan sonra 1815-ci il Viyana konqresindən sonra Britaniya dedi ki, artıq yetər. Mən öz Britaniya gücünü Avropaya və bütün dünyaya daha güclü şəkildə ixrac etməliyəm və Kraliça Viktoriyanın dövründə qərara alındı ki, bu romantik dövrdən artıq hərəkətə keçək. Məsələn, bəsdir biz oturub Charles Dickensin ədəbi əsərlərini oxurub müzakirə edir və yaxud da Bəstirin, Darwinin sosial təkamül nəzəriyyəsini oxurub müzakirə edir. Gəlir bu hərbi gücə, daha sərt gücə çevrildi. Ona görə mənim sözümün məğzu odur ki... Heç ona qədər gücü yox idi axı Britaniyanın. Siz Qazan, o Dədə Qorqud dastanda Qazan... Azay mənim narazı deyil bu məsələdə. İndi deyəcək məncə. Qazan narazı deyiləm. Yaxşı müzakirə. Azay müəllim səfərdən gəlib də, yəqin ki, bir gəlir. Yox, Turan mənim çox yaxşı çıxış. Qazan oğluna nə deyir Dədə Qorqud dastanda? Yəni əlində gül çiçəklə kifayətdir. İndi döyüşmək Onun filmdə deyil, o yazıcı Anarın təxəyyülüdür. Dastanda biraz fərqlidir. Amma dastana belə qarşı bilməm, sizdə niyə belə münasibət var? Hər halda dövlətlərimiz olmayanda, dövlətlərimiz dağılanda bizi elə dil saxladı, dastan saxladı. İngiltere ve Britanya Avrupa'nın birbirini sağlama noktasında gücünü yayarken bugün yeniden İngiltere'nin Amerika Birleşik Devletleri'ne karşı Avrupa'yı toplayarak yeniden sahneye çıktığını görüyoruz. Bəli. Dolayısıyla bu sahneye çıkışta yeni güç olarak da Türk Devletler Teşkilatı'nı karşısına alan bir Avrupa Birliği'ni gördüğümüzde bu döngünün nereye varabileceğini iyi analiz etmemiz gerektiği sonucu ortaya çıkıyor. Bugün Yəni Trump da gəlib bu iclasda iştirak eləsək təəccüblənməzdik. Təxminən. Türk Devletler Teşkilatı bugün belki siyasi oluşumundan sonra ekonomik ve savunma noktasında bir stratejik birlik konumuna gelmeyi başarabilirse bu süreç baktığımız zaman bugün sahneye çıkma noktasında kararlı duran ve Weimar Üçlüsü'nü de yanına alarak Avrupa Birliği haricinde yeni bir yapılanmayla Avrupa güvenlik siyasi toplumunu oluşturma gayreti içinde olan Avrupa'nın Türkiye ve Türk Devletler Teşkilatı'yla büyük işler başarabileceğini de farkında olan bir İngiltere gerçeğini ortaya çıkartır ki bu süreç aslına bakarsanız Türk Devletler Teşkilatı'nın ne kadar stratejik ve jeopolitik olarak önemli olduğunu da ortaya koyar. Dolayısıyla bu süreç çok iyi değerlendirmek ve geleceğe iyi bakma noktasındaki enstrümanları kullanmaktan geçtiğini söylememiz gerekir. Məşhur o zəngi nəzərdə tutur çox güman ki, o görüşdən sonraki Trumpa yığışıb zəng elədilər kollektiv surətdə. O elə belə yığışma deyildi. Burada da mən elə belə Trumpın adını çəkmədim. Çünki Trumpın etibar elədiyi ən azından və çox yaxın münasibətdə olduğum dediyi Orban
və Erdoğan var idi bu tədbirdə və bu da təbii ki, Avropada keçirilməsi elə belə deyil. Yəni burada da bir axtarmaq olar. Amma mən Azər müəllim, mənim kömək edin, biraz müdafiə edək biz bu dastanlar məsələsini. Tural müəllim bu cür yanaşması mən də istəyirəm modernləşsin, müasirləşsin, amma bu dastan olmasaydı, bu dilimiz olmasaydı, bu heç bir şey bu qədər bizi saxlamazdı bir yerdə. Yanaşaq, amma o da dastanda atmayaq da arxada. Dastanı kim atır ki? Təxminən siz Sizin dediniz. şərhiniz bu. Yox, təxminən elə çıxdı ki, çıxaq dediniz oradan. Yox, o havadan çıxıb institusionallaşmağa onu mən də töhfəmizi istəyirəm. verək. Amma onu da, çünki ən azından, məsəl üçün, dünən həm də Əlişir Nəvai mükafatı, beynəlxalq mükafatı təqdim olundu. Özü də Türk dünyasının fəxri olan bir alimə. Həqiqətən də bu özü də bir maraqlı. Azəm əmin, nə düşünürsünüz? Mən elə qulaq Bizi barışdıracaqsınız da Qorqud mövzusunda. Burada bilirsiniz, əvvəla indi vaxtımız çox azdır. Yəqin ki, biz ondan çatdıra bilməyəcəyik. Ümumiyyətlə, bu mövzu ayrıca bir müzakirə mövzusudur. Mən Turan müəllimin qayğılarını və narazılığını çox gözəl başa düşürəm. Haqlısınız, bəli. Çünki burada konkret indi bu bizim həmin dediyiniz o Manas dastanında da, Qorqud dastanında da, digər dastanında bizim mənəvi bazamızı təşkil edən bir varlıqdır, yəni bir məxəzdir. Bu bizi birləşdirəndir. Bəli. Biz məsələn Dədə Qorqud dastanındakı boylara baxanda orada biz türkməni görürük, qazağı görürük, Türkiyə türkünü görürük, Azərbaycan türkünü görürük. Yəni o çox maraqlı bir Düz deyirsiniz Azəm. Həm də ki, əlifbamızı dəyişdirəndə, dilimizi başına oynatsanda bir dənə onlar saf qaldı. İkinci birisi, onu da əlimizdə almağa çalışdığı vaxtında onu da bacarırıq. İkinci məsələ biraz daha real dünyaya yaxınlaşaq. Və indi biz məsələləri şərh edirik, analiz edirik, amma biraz bu məsələlərə biraz fərqli bucaqdan yanaşmaq lazımdır. Türk dünyası birliyi bu bir reallıqdır. Bunu heç kim bizim əlimizdən ala bilməz. Biz burada Türk dünyasını arzu etdiyimiz bir birlik təşkilat şəklində salmaq üçün, hansı ki, artıq biz bunun hüquq əsasını qoymuşuq, 2021-ci il artıq Türk dövlətləri təşkilatı adlandırılır. Bunun üçün çox ciddi əsaslar və çox ciddi siyasi iradə lazımdır. Biz bugün iqtisadi bağlardan danışırıq. Bu mənim üçün əsas göstərici deyil. Niyə göstərici? Çünki biz iqtisadi əlaqələrimizi Amerika ilə qura bilərik, Rusiya ilə qura bilərik, Avropa ilə ölkələr. Çünki bu maraqlardır. Baxmayın, bu çox önəmli bir bağdır. Bizim coğrafi yerləşməmiz də bizim üçün Allahın verdiyi bir, necə deyərlər, nemətdir. Bundan da öyrənə bilmərik. Baxmayın, bu da çox önəmlidir bugün. Məsələn, orta dəhlizdə biz hakim mövqədəyik. Orta dəhlizdə, məsələn, Türk dünyası Çindən başlayır, sonra gəlir Orta Asiya və Azərbaycan və Türkiyə. Bu da bizim üçün önəmli. Bundan söhbət ondan ki, biz bunu necə istifadə edə bilərik? Daha necə yaxşı istifadə edə bilərik? Məsələn, vaxtında Türkiyə, Türkmənistan qazını Rusiya alırdı 50 dollara, bazara satırdı, dünya bazarı 300 dollara. Yəni, faktiki olaraq bizim Türkmən qardaşlarımız suverenliyi məhdudlaşmışdı. O deməkdir ki, hər bir ölkənin, əgər onun belə deyək də yeraltı sərvətləri varsa, o elə onun hər şey deməkdir. O başqa məsələ yeraltı sərvətləri necə istifadə edilir? Bu anlama gəlir. İndi mən gəlirəm daha konkret məsələlərə. Türk dünyası birliyinin bugün sözün əsməsi bizim arzu etdiyimiz o vahid deyək, ordu, vahid güc, bəyək indi bizim Türkiyə qardaşımıza söylədiyi və bizim cəmiyyətdə də daimi müzakirə etdiyimiz cənab prezident dəfələrlə vurğuladığı o dünya qlobal güc mərkəzinin çevrilməsi üçün bir neçə milyon amillər var. Bu amillər nədən ibarətdir? Birinci amil ondan ibarətdir ki, bugün baxın, Türk coğrafiyasında, Türk dünyasında onun ümumi bizim ərazimiz 4,7 milyon kvadrat kilometr əraziyə malikdir Türk coğrafiyası. Bizim indiki ümumdaxil məhsulumuz təxminən 1,78 trilyon dollar arasındadır. Əhalimiz 160-180 milyon arasındadır. Və bütün bunlar, həm də biz bir gənc bir nəsli, yəni bizim əhali gənc əhalidir, cavandır. Yəni bizim Avropadan fərqliyimiz, ondan fərqliyimiz. Yəni bunları biz necə istifadə edərik? Mənə belə bunun üçün ən yaxşı model Türk-Azərbaycan modelidir. Nədir bu? Düşünün, vaxtilə Ulu Öndər təkmildə iki dövlət deyəndə, nə Özbəkistanda, nə Qazaxıstanda, nə Türkmənistanda bu haqda düşünmək ümumiyyətlə Allahına gəlmirdi. Sovet baskısından çıxmış bir adam. Baxın, Azərbaycan Türkiyəyə yaxınlaşdı, bir millət, iki dövlət qayəsi böyüdü, artıq Türk coğrafiyasına aid etdi. Nümunə oldu, model qoyuldu ortalığa. Nümunə oldu.
Baxın, biz burada Turan müəllim bəy qeyd etdi hərbi blok məsələsi. Bəli, mən də çox arzu edərdim ki, Türk dünyası mahiyyətli olsun. Bu olacaq nə vaxtsa. Amma baxın, bunun kökünü yenə də Azərbaycan-Türkiyə birliyi qurdu. Bəli. Bugün Azərbaycan, baxın, Türkiyə NATO ölkəsidir. Azərbaycan heç bir bloka üzv olan ölkə deyil. Buna baxmayaraq, Azərbaycanla Türkiyə elə bir ordu yaratdı ki, bax, heç yerdən səs-küy yaratmadan, xüsusi bəyanatlar vermədən, amma baxın, Azərbaycan... Cizgi filmləri çəkmədən. Bəli, çox rahat bir ordu, vahid ordu sistemi qurmuşuq biz. Bizim ordumuz bir-birinə inteqrasiya olundu. Ona görə də bu Türk dünyasının arzu etdiyimiz birliyi məhz Türk-Azərbaycan necə də təcrübəsindən çıxandan sonra, bu laboratoriyada özünü təsdiq edəndən sonra mütləq arealara yayılacaqdır. Bunun üçün vaxt və siyasi iradə lazımdır. Bundan razıyam. Sonraki məqamına gəlir, bizim qeyd etdiyimiz, məsələn, siz toxundunuz dolayısıyla, ortaq əlifba məsələsi. İndi biz fərqli əlifbalarda yazışırıq. Bəzi ölkələrdə kiril əlifbasından istifadə olunur, bəzi ölkələrdə biz təbii ki, latin əlifbasını keçmişik. Bəzilərsində elə latın elə formasıdır ki, heç kim başa düşmür. Amma bilirsiniz, mənə belə gəlir ki, burada bu çox çətin bir məsələdir. Buna böyük bir vaxt lazım. Amma heç olmasa, bu ortaq əlifbanın biz bəzi o 2-3 hərf var da, mən bunu peşəkirlikdə yaxşı bir vaxt almaq istəmirəm. Bu 2-3 hərfin ümumi ortaq nöqtəsi tapdıqdan sonra ən azı biz ortaq sözləri ümumiləşdirməli. Hər şeyi ümumiləşdirə bilməyəcəyik. Hər şey eyni dildə Qazaxca biz Azərbaycan... Ona ehtiyac da yoxdur. Amma heç olmasa vahid bir yana. Hər şeyə ehtiyac yoxdur. Yəni, əsas şeyləri birləşdirə bilsək, sözlərimizi, ifadələrimizi... Bu inteqrasiya yolunda içməm. Bu inteqrasiya dördüncü ən mühüm məsələ siyasi həmrəylikdir və birlik. Baxın, bax budur. Bax, bir dənə Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında imzalanmış bir saziş gör necə böyük bir şey yaratdı. Böyük bir narazılıq yaratdı. Bu bizim məqsədi nə idi? Mən bir daha Türkiyənin Xarici İşlər Nazirini təbrik etmək istəyirəm ki, o soyuqqanlı bəyanat verdi. Orada məqsəd bilsin nə idi? Bunu atmaqla Türk dövlətini parçalanmaq. Ənənəvi Avropa siyasəti. Türkiyə buna açıq reaksiya verəcək. Bizim saraylarımızda, Osmanlı sarayında, Orta Asiya saraylarında, orta əsrlərdə elədiklərini indi bu cür davam etdirir. Münasibətlər dağılacaq, çat verəcək. Amma baxın, Türk dövlətlərinin soyuqqanlığı, böyüklüyü və müdriklüyü bu planı pozdu. Bəli. Amma Budapest samitində, Budapest o qeyri-rəsmi deyək ki, zirvə toplantısında verilən bəyanatda həmin məsələ öz həllini tapdı. Ona görə də bəli bizi istəməyənlər çoxdur, bizim bu bildiyimizi pozmağa cəhd edənlər çoxdur. Bizə bugün soyuq ağıl lazım, müdriklük lazım və iradə ilə qarşımıza duran məsələ getməlidir. Baxın, bugün mən sizə bir dəfə sizin verilişdə demişdim, bir də demək istəyirəm. Doğrudan qürur vericidir ki, bugün məhz Türk dünyasının birləşməsinə, inteqrasiyasına, vahid gücə çevrilməsinə ən çox töhfə verən ölkə məhz Azərbaycandır. Azərbaycanın prezidentinin liderliyinə baxın, bütün çıxışlarına baxın, bütün Türk dünyasından bağlı olan məqamlarına baxın. Azərbaycan Cənab Prezident bəyan etdiyi bizim deyir, ailəmiz Türk ailəsidir. Bizim başqa yerə nə getmək fikrimiz var, nə də biz orada gözləyirlər. Yəni bugün bu fikirlər digər dövlətlərin də başlarına, təbii ki, Türkiyə Cumhuriyyətinin çıxma şərti ilə. Məsələn, Qazaxstanda da artıq səslənməkdədir. Artıq Qırğızstanda səslənməkdədir. Və mən əminəm ki... Buna vaxt lazımdır, düz deyirsiniz. Amma Azərbaycan da həqiqətən bu məsələdə həm də cəsarətlidir. Həm risklidir, həm cəsarətlidir. Çünki elə Mərkəzi Asiyada baş verən hadisədən sonra elə səhərsi gün Azərbaycan prezidentinin Kuzey Kıbrısla bağlı çox konkret mövqeyi oldu. Və siz danışa-danışa mənim yadıma Yaqub müəllimin bir kitabı düşdü, Səfəvilər və Ağqoyunlar dövründə Azərbaycan diplomatiyası və onda Avropa səfirlərini, bax, burada nə güya bizi çox istəməklə əslində törətdikləri nifaqlar və s. yadıma düşdü və dünən də Qərbi Azərbaycanla bağlı keçirilən tədbirdə İlbər Ortaylı'nın çox gözəl bir çıxışı oldu. Biri yeni dövr model Türk dövlətlərinin, yəni iki dövlət, indi artıq üçüncü dövlət də gəlir, yoldadır, Kıbrızı deyirdi və Amerika modeli işləmir. Bax, məhz bu model Azərbaycan ulu öndərinin təklif elədiyi model yeni dövrün modelidir və Türk dünyası da məhz bu prinsiplə birləşəcək. Bir millət və bir neçə dövlət. Heç kimin nə böyük qardaşı, nə balacası, nə və s. olmayacaq. Çin-çinə verib də bu çətin dünyada yaşayacaq. Görüşərik.